Deməli, bir hörmətli izləyicimiz yazır. Mən də narsist sevirəm doktor, o sevmir, mən sevirəm. Aramızda sevgi münasibəti olmayıb, sadəcə nə bəladır düşmüşəm, bilmirəm, özümə nifrət edirəm, ölməyə belə hazıram və ilaxır və s. Ümumiyyətlə, narsistdən ayrıla bilməməyin səbəbləri həqiqi kompleks şəklindədir. Birinci səbəbi ailə sistemindən gəlib. Yəni, əgər atavız, anavız və yaxud da emosional olaraq sizə yaxın olan adamlar, hansı ki, o ailəyə müdaxilə ediblər, nənə, baba, əmi, ya ki, dayı, bunlar manipulativ olublarsa, yəni o insanların davranış şəkilləri, həyat tərzləri bir-birini idarə eləmək olubsa, bu cürbəcür şəkildə ola bilər. İnsanların bir-birinə qarşı günahkar hiss elətdirməsi ola bilər, utandırma hiss elətdirməsi ola bilər, borc hissi ilə manipulyasiya ola bilər, məcburiyyət hissi ilə ola bilər, təzyiq ola bilər. Əgər belə bir mühitdə böyümüsünüzsə, bəli, avtomatik olaraq belə insanları özünüzə çəkirsiniz deməkdir. Yəni, hökmən deyil ki, belə bir mühitdə böyüməlisiniz, amma səbəblərdən də biri budur. Digər səbəb, narsistlə münasibət quranda o münasibətin başlanğıcında həddindən artıq çox yaxşı, qeyrətli, xeyirxah, sevgi dolu, yəni dürüst bir insan kimi görünür. Yəni elə görünür. Yəni siz elə bilirsiniz ki, onun baza davranışları odur. Narsistdə də iki ruh halı olur adətən. Bir ruh halı odur ki, mən yüksəyəm, amma digər ruh halını isə sizdən gizlədir. Əslində özü-özündən nifrət edir. Yəni sizinlə münasibət quranda, yəni o yuxarı ruh halında olduğu üçün bu münasibətə başlayır. Və daha sonra o ruh hallarında get-gəllər yaşanır axı. Özündən nifrət eləməyə başladığı andan etibarən sizə əziyyət eləməyə başlayır ki, özünü yaxşı hiss eləsin. Çünki normal insan özünə əgər dəyərli hiss eləmək istəyirsə, ya deyək ki, sevir, ya yaradır, ya yazır, ya nələrsə bir şeyi quraşdırır, ya fərdi inkişafla məşğul olur, həyatına anlamlar qatır. Amma narsistlərdə öz sevgi ondan başlayır ki, sizi dəyərdən salaraq özünü dəyərli hiss edir. Yəni, sizi alçaldaraq özünü yüksəkdə hiss edir. Sizin bilik və bacarıqlarınıza şübhə oyadaraq özünü bilikli və bacarıqlı hiss edir. Ona görə bu formada rəftar etməyə başlayır sizlə. Bir digər məsələlərdən biri, yəni nəyə görə narsistdən sizi qopa bilmirsiniz, bu onun sizə kontrast emosiyalar yaşatmasıdır. Bir yüksəltmədir, bir alçaltmadır, bir isti davranmadır, bir soyuq davranmadır, bir deyək ki, xoş sözlərdir, bir mundar sözlərdir. Məsələ burasındadır ki, bu nəyə görə belə olur? Sizlə xoş rəftar eləyəndə dopamin hormonunun miqdarı artır, hansı ki, bu sevgi və xoşbəxtlik hormonudur. Oksitosin də ona qoşulur, güclənir. Elə ki, sizdən uzaqlaşır, ya sizi cəzalandırır, sizi manipulyasiya eləmək məqsədi ilə sizdə kortizolun miqdarını tətikləyir. Yəni, bu kortizoldur, adrenalindir, noradrenalindir, bunlar stres hormonlarıdır. Siz çox gərgin vəziyyətdə olursunuz həmin anda. Amma birdən-birə narsist meydana çıxdı, beta endorfin deyilən bir hormon sintez olunur ki, hansı ki, o qısa müddətli narkotik təsirə malikdir. Və siz rahat deyirsiniz ki, şükür Allaha, axır ki, qayıtdı, onu çox sevirəm, səndən ötürü yaşaya bilmərəm, canımsan, cəhərimsən və bir müddət sizə yaxşı davranmağa başlayır. Yəni, bir elə, bir belə siz o beta endorfin narkotik maddəsindən asılı vəziyyətə qalırsınız. Yəni, öz beta endorfininizdən qopa bilməməyinizə səbəb də budur. Bir digər tərəfdən, siz narsist tərəfindən gazlighting olunursunuz. İndi gazlighting terminini mən burada uzun-uzadı açıqlayası deyiləm. Yəni, ən yüksək səviyyəli manipulyasiya. Yəni, sizi elə vəziyyətə gətirir ki, siz artıq öz duyma və dərk etmə orqanlarınıza güvənmirsiniz. Məsələn, gözünüzün qabağında bir mundar hərəkət edir, deyir ki, bu əslində sənə elə gəldi. Yəni, sən səhv görmüsən. Yəni,
Bu sənin quruntularındır, sənin xəyallarının məhsullarıdır, elə bir şey olmayıbdır. Sən ged özünü həkimə göstər, ged özünü psixiatra göstər. Sən ümumiyyətlə bilmirsən nə danışırsan. Yəni sən hər şeyi hər zaman yanlış anlayırsan, hər şeyə hər zaman aşırı reaksiya verirsən. Başa düşürsünüzmü? Bu zamanla nədir? Sizin özgüvən sisteminizi də məhv eləyir. Yəni narsistdən qopa bilməməyinizə səbəblərdən biri də budur. Yəni siz artıq inanmırsınız ki, siz nələrəsə bir şeyə qadirsiniz. Həyatda nələrsə bir şeyi edə bilərsiniz ümumiyyətlə. Başa düşürsünüzmü? Bir digər məsələ də narsistlə bağlı yaddaşda sizin onun xoş obrazının oturuşmuş olmasıdır. Yəni siz hər zaman o xoş obrazla yaşayırsınız ki, axı bu əvvəlcədən nədir? Mənə qarşı yaxşı idi. Əvvəllər mənə qarşı xoş davranırdı. Əvvəllər məni çox sevirdi. Nə oldu görəsən belə? Başa düşürsünüzmü? Və məsələ də burasındadır ki, narsist də bicdir. O xoş obraz ümidlərini yaşatmaq üçün ara bir sizə çox yaxşı davranır və həmin anda artıq düşünməyə başlayırsınız ki, vəssalam, bu dəvə düzəldi, bax bu dəvə düzəldi, bu dəvə düzəldi və bu ümid ki, haçansa narsist düzələcək, o da qoymur sizi ondan qopmağa. Bir başqa səbəb, təbii ki, narsistlə münasibət çox çətin və məşəqqətlidir. Yəni, daha çox enerjiniz gedir, əgər pulunuz varsa pulunuz gedir, çox sevirsinizsə qayğısına qalırsınız, əmək sərf edirsiniz, corablarına qədər yuyursunuz, dırnaqlarına qədər tutursunuz. Yəni, bu şeylər də bir də görsən olur. Yəni, bir şeyi insan çox sevəndə o şeyə çox əmək verir. Əgər həmin şeyə çox əmək verirsə, insan nədir? Özünü dəyərli hiss eləyir. İnsan özünü dəyərli hiss eləyir. Yəni, belə olanda ən önəmli məsələlərdən də biri, ən vacib məsələlərdən də biri, insan masadan boş qalxmaq istəmir. Düşünür ki, mən bu qədər yatırım eləmişəmsə bu məsələyə, mən bu qədər gücümü sərf eləmişəmsə, mən nəyə görə əli boş qalxmalıyam? Yəni, bu bir anlamda fikirləşir ki, əgər mən əli boş əgər bu masadan qalxsam, belə çıxır ki, mən öz səhvlərimi də boynuma almış olmalıyam ki, mən yanlış seçim eləmişəm ki, qadınlar üçün xüsusilə bunu boynuna almaq çox çətindir. Üstəlik də bir digər məsələ var ki, bəs necə ola bilər? Bu ədalətsizlikdir. Yəni, mən bu boyda hər şey boşa mı getdi? Bu da qoymur insanın narsistdən ayrılmağa. Bir digəri verilən sözdür, hansı ki, vicdana işləyir birbaşa. Münasibətlərin başında narsist o qədər dürüst davranır ki, biz bir-birimizin olacaq, bizim övladlarımız olacaq, söz ver ki, məndən heç vaxt ayrılmayacaqsan. Belə olanda da qarşı tərəf hər dəfə ondan ayrılmağa çalışanda xüsusi günahkarlıq hissi hiss edir ki, bəs mən axı söz vermişdim, mən ayrılaraq əslində ona xəyanət eləyirəm, özümə də xəyanət eləyirəm. Bu da qoymur o narsistdən qopmağa. Digəri özdəyər problemidir. Yəni, insan özünü o qədər dəyərsiz hiss edir ki, artıq ümidli olmur ki, hansısa bir münasibətdə uğur qazana bilər. O özdəyəri də məhv eləyir birbaşa olaraq. Başa düşürsünüzmü? Yəni, insanda, daha doğrusu xanımda, əgər bu kişidirsə, kişidə də olur, fərqi yoxdur, qeyri-stabil özdəyər olur. Yəni, insanın özdəyəri aslı olur narsistin istifadə elədiyi cümlədən, onun ruh halından, onun verdiyi əmrlərdən, bir sözlə onun düşüncələrindən, davranışlarından və ruh hallarından aslı olur. Yəni, belə durumda artıq sən inanmırsan ki, kimsə sənə bu şəkildə dəyər verir və narsistə bunu təkrarlayır ki, sənə məndən başqa heç kim dəyər verməyəcək. Sən yalnız mənə lazımsan, sən artıq heç kimə lazım deyilsən. Əslində, bunu daha çox şəkildə sadalamaq olar. Yəni, bu əsas meyarlardan biridir ki, insan nəyə görə narsistik münasibətlərdən çıxa bilmir. Diqqətinizə görə minnətdaram. Sağ olun.